Sizin bir sabımız, yeviz var, böyüğümüz var sizin. Bakıxanov qəsəbəsi Sülh küçəsinin sakinləri Şah Dərgahı mərasim evindən şikayətçidirlər. Sakinlərin sözlərinə görə burada yas mərasimləri keçirildiyi zaman məhəllədə maşın əlindən tərpənmək mümkün deyil. Bununla bağlı dəfələrlə şikayətlərini bildirsələr də məhəl qoyan olmayıb. Qeyd eləmək istəyirəm ki, bu mərasim evinin alt hissəsi, yəni zirzəmi qatı avtoparkinqdir və oranın avtoparkinq olmasına baxmayaraq yas mərasiminə gələn maşınlar məhz bu məhəllədə saxlayırlar. 1000 adam olur da burada. Bax, blokun ağzında dururlar. Ona deyirik, vətəndaş zəhmət olmasa çəkinin qırağa. Bir dənə keçək də blokumuzdan. Yəni icazə verirsiniz keçək blokumuzda. Yasa gələn kişilər. Yasa gələn kişilər, yasa gələn qadınlar. Sonra yağış yağır. Yəni blokdan qəti şəkildə çıxmaq olmur. Naves əvəsi yasa gələn insanlar bizim blokdan istifadə edirlər. Çarəsi tükənən sakinlər çıxış yolunu məhəllənin hər iki tərəfinə bax belə şlaqbam qoymaqda gördülər və bunun üçün aidiyyatı qurumlara müraciət etdikdən sonra müvafiq icazə alırlar və şlaqbamı məhəllənin hər iki tərəfinə yerləşdirirlər. Məclis sonunda maşınlar çox olur, həddən artıq yolu bağlayırlar. Hətta gələnlərdə belə bir şey var ki, maşını yolun ortasında saxlayır, gedir. İşə gedənlər, işdən gələn, məktəbə gedib gələnlər məhəlləmizə girə bilmirdik. Buna görə də sakitçilik olsun deyənə biz məhəllənin girişinə, çıxışına şlaqban qoydurduq. Ondan sonra başladı yenə bizim bu insanla problemlərimiz. Və burada dəmirlər bastırıb, yolun yarısını zəbt eləyib. Hələ buranı zəbt elədiyi azdır. Sonra burada öz üçün bisetka qurub. Bizə də deyir ki, hələ xeyir-şərə gələnlər üçün bizə açar verməlisiniz ki, o şlaqbaun açılsın. Niyə? O gün yoldaşın maşını 2 yerdən daldan əzib gediblər. Nə bilək, kimə sübut eləyək? Xeyir-şər evindən məhəllənin sakinləri ümumiyyətlə istifadə edir, yoxsa? Yox. Əvvəl dedi eləyərsiniz, sizə güzəşt eləyəcəm, belə eləyəcəm. İndi güzəşt zat heç nə yoxdur, pul. Salam əleykum qardaş. Siz burada işləyirsiniz də yəqin ki. Bu vətəndaşların şikayəti var bu sizin buradakı fəaliyyətinizlə bağlı. Bildirirlər ki, yas mərasimləri olanda həddindən çox maşın olur, məhəllədə gəlib keçmək mümkün olmur. Orada əsassız yerə zəncirlənib yollar. Hara zəncirlənir? Bax, bu qıraq hissə. Zəncirin hara manetiliyi var? Bax, gör bu zəncirin hara manetiliyi var? Bu maşınlar saxlayanda minib düşməkdə çətinlik yaradır. Bax, gör şlaqban bağlayıblar yolu. Siz hədələmisiniz burada kimisə? Hədələyərik də. Belə şeylər ayıbdır. Yox, mən demirəm, hədələmisiniz. Deyirəm ki, bildirirlər ki, iddia edirlər ki, hədələmisiniz. Var belə bir hal? Belə şey heç kimə yaraşmır. Bu ayıbdır. Bizim özümüzün parkovka yerlərimiz var. Düş aşağı bax, ora var, alt var. Sizin bir sabımız, yeviz var, böyüğümüz var sizin. Bu qadın kişilərimiz. O gün administrator yəsiz dedi bizə. İndi də bu deyir. Baxın, bax bizim günümüz budur. Sözügedən məsələ ilə bağlı Sabunçu rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. Problem vətəndaş və sahibkar arasında olduğundan qurumdan məsələnin məhkəmə yolu ilə həll edilməli olduğu bildirildi.